Salam, hər birinizi yeni video dərsimizdə xoş gördük. Mən riyaziyyat müəllimi. Bugün sizinlə natural üslü qüvvət haqqında danışacağıq. Natural üslü qüvvətə daha əvvəlki dərsdə də bir-iki toxunuş etmişdik, amma bu mövzuda daha detallı şəkildə baxacağıq. Amma yenə də qeyd etmək istəyirəm, bütün video dərslərin başında da qeyd edirəm. Bu video dərslər sadəcə riyaziyyatı minimal, yəni necə desək, təməl hissəsini təkrar etmək istəyən şagirdlərimiz üçündür. Yəni bu videolar kimlər üçün asan, kimlər üçün isə çətin ola bilər. Bunu qeyd etmək istəyirəm. Yaxın zamanda da abituriyent proqramımız əlavə olaraq gələcək. Çox vaxt itirmədən keçək mövzumuzun izahına. Natural üslü qüvvət nədir? Natural üslü qüvvət, gəlin birinci bu hissəyə baxaq. Biz B üstəgəl, B üstəgəl, B üstəgəl 1, yəni istənilən bir sayda B qədəri topladıqda biz onu ümumiləşdirirdik. Yəni burada Y qədər bir B var idi və onları B-yə vururduq. Düzdürmü? Yəni 2 üstəgəlsin 2 üstəgəlsin 2 vuruqla göstərsək 2 vurulsun 3-dür. Aydındır. Natural üslü qüvvətdə də biz qüvvət anlayışından istifadə edəcəyik. Qüvvət anlayışı nədir? Burada toplanan yerinə vuruq olduqda, yəni eyni bir ədədin, ifadənin bir-birinə hasili. Bunu biz qısa şəkildə necə yaza bilərik? Baxın, A vur, A vur, A vur, A vur, A vur. Burada toplamda x qədər A var. Biz bunu belə yazırıq. Yəni, nə hansı ədədi bir-birinə vururuqsa o ədəd, yəni onun əsası adlanır o ədəd və neçə ədəd bir-birinə vurulubsa, onu x, yəni nə qədər vurulubsa, onu onun üzərinə yazırıq. Baxın, məsələn, burada yazaq 4 vur 4 bərabərdir. Bu nə deməkdir? 4 üstü neçə ədəddir? 2 ədəd. 4 üstü 2. 4 vur 4 vur 4 bərabərdir. 4 üstü neçə deməkdir? Neçə ədəddir? 3 ədəd. Deməli, 4 üstü 3 deməkdir. 5 vur 5 vur 5 vur 5 vur 5. Bir də 5 vuraq. Bu nə deməkdir? 5 üstü neçədir? 1, 2, 3, 4, 5, 6 ədəd. Yəni 5 üstü 6. Gəlin fərqli deyək. Məsələn, 10 üstü 3 onda nə deməkdir? 3 dənə onun bir-birinə vurulması deməkdir. Aydındırmı? Baxın, qüvvət bu deməkdir. Qüvvət haqqında bir şey bilək ki, A üstü 0 1 edir. Yəni, nə deməkdir bu? 5 üstü 0 1-dir. 6 üstü 0 1-dir. 100 üstü 0 1-dir. Yəni, üstü 0, qüvvət 0-dırsa, cavab 1-ə bərabərdir. 1-in də üstünə nə olsa 1-dir. Yəni, bunu biz ayrıca əzbərləməyimizə ehtiyac yoxdur. 1 üstü 6 nə deməkdir? 6 dənə 1-in bir-birinə vurulması, düzdür? 6 dənə bir-birini bir vuranda nə olur ki? Yenə 1 olur da. Ona görə 1 üstəyin, yəni 1-in üstü 100, yəni 100 dənə 1-i belə bir-birinə biz vursaq, cavabımız yenə 1 eləyəcək. Bütün bunları mən qeyd olaraq yenə də sizin nəzərinizə çatdırdım. İndi keçək növbəti qeydlərimizə. Mənfi və cüt qüvvətlərdə bəzi dəyişikliklər, bəzi nüansları var və ən çox qarışdırılan yeri var. Baxın, mən buna görə sırf bu proqramı qurmuşam, təməl riyaziyyat. Məsələn, bəzən olur şagird bununla, bax, bunun fərqini bilmir, doğrudan həqiqətən bilmir, aid etməyi bilmir və universitetə hazırlaşır, abituriyent proqramından açır, məsələn, tam cəbri ifadələri, çox əlin vuruqlar ayrılmasın və səhv yazır. Problem nədir? Problem bu. Yəni, türklər demiş, küçümsədiyimiz təməl bilgilərimiz. Amma əslində əsas bilgilər də demək olar ki, təməl bilgiləri öyrənmədən əsas biliklərə keçmək olmaz. Bunu indi deyəcəm, başa düşəcəksiniz. Bəziləri, yəni o səhvləri edən şəxslər başa düşəcək, yox. Aşağı sinif şagirdlərisinizsə, zaten bu mövzuları yeni-yeni öyrənməyə başlamışsınızsa da çox şanslısınız. Mənfi bir üstü tək. Mənfi 1. Burada 1-dən söhbət gedir, amma bütün ədədlər üçün eynidir. Bu nə deməkdir? Tək. Yəni, məsələn, mənfi 1-in üstü 5 deyək. Bu nə deməkdir? Mənfi 1-i
5 dəfə bir-birinə vur deməkdir. -1 vurulsun -1, vur -1, vur -1 və vur -1. Düzdür? 5 dənə oldu. Bu deməkdir. -1-i -1-ə vursaq, müsbət 1. Müsbət 1-i -1-ə vursaq, -1. -1-i təzədən -1-ə vuranda müsbət 1 və müsbət 1-i biz -1-ə təzədən vuranda nə olur cavab? -1. Baxın, nə gördük biz? -1-in üstü əgər tək ədəddirsə, onun cavabı mənfi olaraq çölə çıxır. Yəni, məsələn, -1 üstü 101 də olsaydı, cavabımız -1 olacaqdı. Bu, sadəcə -1 üçün keçərli deyil, ha. Məsələn, burada söhbət mənfi üzəri tək ədəddən gedir. Məsələn, 2 ilə gedək. -2 üstü 3. 2 üstü 3, bax, 2 üstü 3 nə deməkdir? 2 vur, 2 vur, 2. Yəni, 3 dən 2-nin hasilidir. Cavab 8 edir. -2, 3. Yəni, mənfi ədədin üzəri təkdirsə, bu bunun mənfisi edir. -8. Bəs cüt olsaydı nə olardı? Yəni, üzəri cüt olsa nə olur? Üzəri cüt olduqda, -1 məsələn, üstü 4 olsaydı, -1 vur -1, vur -1, vur -1 demək deyil. Baxın, -1-i -1-ə vuranda müsbət 1, müsbət 1-i -1-ə vuranda -1, -1-i yenə -1-ə vuranda cavab müsbət 1 olaraq çölə çıxır. Yəni, yuxarıdakı cüt qüvvət buradakı mənfini öldürür. Aydındır? Amma tək öldürmür. Tək dayıcı təkə dayaq olur. Amma cüt mənfini öldürür. -2 üstü 3. Məsələn, -2 üstü 2 olsaydı, cavab nə olacaqdı? Yenə 4 olacaqdı. Baxın, 2 üstü 2 də 4'dür. -2 üstü 2 də 4'dür. Yəni, qüvvət belə hesablanır. Yəni, biz burada nəticə olaraq bunu çıxarda bilirik ki, -2 üstü 2 bərabərdir. 2 üstü 2 bir-birinə bərabərdir. Amma burada bir əmma var. Burada ən çox çaşır bizim şagirdlərimiz. Fikir verirsinizsə, mən mənfini də, 2-ni də mötərizəyə alıb, mötərizənin üzərində qeyd eləmişəm 2-ni. Bəzən bilirsiniz nə olur şagirdlərdə? Belə bir şey yaşayırlar. Burada yer açım. Biraz səliqəsiz, dağınıq yazdım. Yer açım. Hə. -2 üstü 3. Bəli, -8'dir. -2 üstü 4. Bəli, 16'dır və müsbət 16'dır. Cüt mənfini yeyir çünki. Təki yeyir bəyək dedim. Cüt mənfini yeyir çünki. Amma baxın, burada mənfi mötərizənin içərisində və 4 bu mənfinin də üzərindədir. Amma bəzən belə yazırlar bizə. -2 üstü 4. Yəni, mötərizəsiz. Bunun cavabı bilirsiniz nədir? 2 üstü 4 neçədir? 16. Bu da mənfisi, -16. Bu bilirsiniz necə izah olunur? Sanki belə izah olunur. -2 üstü 4 elə bil ki, -1 vurulsun 2 üstü 4'dür. 2 üstü 4 müsbət 16'dır. Mənfisi də qabaqda -16. Aydındır? Yəni, baxın, ən çox bu hissədə çaşırlar bizim şagirdlərimiz. Ona görə çaşmasınlar. Cüt dərəcə ancaq mötərizədəki mənfini yeyir, aparır. Mötərizə xaricindəki mənfiyə isə dəymir. Keçək növbəti hissəmizə. Burada bəzi qaydalar sizə təqdim edəcəm və biz bu qaydaları öyrənəcəyik. Bu nədir? Baxın, 2 dənə qüvvət yazılıb. Eyni əsasın üzərində 2 dənə qüvvət yazılıb. A üstü M, mötərizədə A üstündə də M. Belə olan zaman biz bu əsasları bir-birinə vurub birbaşa yaza bilirik. Məsələn, 3 üstü 2, onun da üstü 3. Belə olduqda bu bərabər olur 3 üstü ilə 2 vurulsun 3, yəni 3 üstü 6'ya. Baxın, bu əsasları qüvvətləri biz bir-birinə vurduq. Və yaxud da başqa bir misal göstərək. 4 üstü 2 üstü 5. Bu nə deməkdir? Biz bunları bir-birinə vurub
birbaşa olaraq 4 üstü 10 yaza bilirik. Aşağıdakı misallara baxaq. Aşağıdakı misallarda da bizdən elə sadələşdirmək deyim, daha yüksək qüvvətli yazmağımızı istəyir. Yəni qüvvəti biraz çoxaltmaq lazımdır. Bu nədir? 16 dostlar. 16 ümumiyyətlə 2 üstü 4'dür. Baxın, 16 həm 4'ün kvadratıdır. 4'ün də kvadratı 16'dır. Baxın, 4 vurulsun 4, 16 eləyir. 4'dən 2 dənə. 16 eyni zamanda 2 üstü 4'dür. 2 vur, 2 vur, 2 vur, 2. Yəni 4 dənə 2. 16'dır. Biz də dərəcəsini ən yüksək yazmaq hədəfləyiriksə, təbii ki 2 üstü 4. Baxın, 16'nın yerinə mən yazıram mötərizə daxilində, çünki çöldə 5 var. 2 üstü 4. Mötərizəni bağladım, 5'i də yerinə qoydum. Və bunları bir-birinə vura bilirdim, düzdür? O deyilədi 2 üstü 20. Yəni 16 üstü 5 bərabərdir 2 üstü 20'yə. Ümumiyyətlə, lap təzə başlayanlar, yəni lap yeni bu mövzunu öyrənənlər əvvəlcə təbii ki, əzbərə bilməyəcəklər. 16 nədir? 4'ün kvadratı, 2 üstü 4. Bu arada bunu da qeyd edeyim. Bu üstü 2, məsələn, 2 üstü 2. Bu 2 kvadrat deyə oxunur. Kvadrat deyə oxunur. 1'nin qüvvət 3 olduqda kub deyə oxunur. Məsələn, 2'nin kubu, 2'nin kvadratı. Amma 3'dən o tərəfə 2 üstü 4. Belə oxunur. Aydındır, yəni üstü 4. Nə bilim, 2 üstü 10. Baxın, bu şəkildə oxunur. Yəni, xüsusi ad bir 2-də, bir də 3-də var. Kvadrat və kub. Hə, yeni öyrənənlər əlbəttə ki, birbaşa bilməyəcəklər sizdə. Yəni, 9 nədir? 3'ün kvadratı. Bunu oturub əzbərləməyə də ehtiyac yoxdur. Dostlar, don't panic. İngilis dilində də qoyayım. Lap gözəl başa düşün. Azərbaycan dilində bəlkə başa düşməzsiniz. Yəni, nə demək istəyirik? Heç bir həyəcan və s. yoxdur. Biz sakit şəkildə öyrənməyə davam edirik və bir gün görəcəksiniz ki, bilirsiniz. Necə məsələn, əvvəl barmaqlarımızla hesablayırdıq 5 üstə gəl 6'nı, amma indi heç birimiz hesablamırıq, düzdür? Hələ də hesablaya bilərik. Bəzən hər birimiz çaşırıq. Nə vaxt yaş olursa olsun, bəzən insan onunla məsələn 6'ın üstünə 7 gələndə belə çaşır. Bəzən imtahan ərəfəsində stresə girir. Təbii ki, bunlar demirəm, insanlıq halıdır. Amma siz mənim nə demək istədiyimi başa düşdünüz. Yəni, məqsəd nədir? Demək istəyirəm ki, yəni, o necə adiləşirsə, bunlar da o şəkildə adiləşir. 9 üstü 3. 9, 3 üstü 2 deməkdir. Yəni, 3'ün kvadratı. Bu nə deməkdir? 9'un yerinə 3 üstü 2, üstü 3'ü də qeyd elədim yerinə. Bunlar bir-birinə vurula bilər. 3 üstü 6. Deməli, 9'un kubu 3 üstü 6'ya bərabərdir. 125 üstü 4. 125 nədir? 5'in kubudur. Bəli. Bax. 5, 5'in 25. 25'i də 5'ə vuranda 125 eləyir. 5 üstü 3. Yəni 125'in yerinə yazırıq 5 üstü 3, üstü 4. O da eləyir 5 üstü 12. Vəssalam. Bütün bunlar da bitdi. Başqa bir qaydaya keçid alaq. Bu qaydamız bitdi. İndi keçək bu qaydamıza. Üstü mənfi qüvvət, dostlar, olduqda həmin əsas tərsinə çevrilir. Baxın, fikir verin, A üstü mənfinin bərabəri 1 bölünsün A üstü n-ə bərabərdir. Məsələn, 5 üstü mənfi 2 nə deməkdir? 5'in əsası tərsdən yazırıq, 5'də 1. Bu 2'ni, mənfi 2'ni müsbət 2 eləyib 5'in üzərinə qoyuruq. Məsələn, 8 üstü mənfi 3 bərabərdir. Nə deməkdir bu? Bu 8'i tərsinə çeviririk. 8'də 1, 3'ü üzərinə yazırıq. Bu mənfi qüvvətə aid olduqda belədir. Yəni, məsələn, bu sizi çaşdırmasın. Götürüb bunu yazmayın. Mənfi 2 üstü 4'ü götürüb belə yazmayın. Daha doğrusu belə yazmayın. Hə.
Bu şəkildə yazın. Mənfi 2 üstü 4-ün qiyməti vardı. Cavab mənfi 16-dır zaten. Bu düzgün deyil. Və yaxud da başqa bir şey də qeyd edəcəm. Mənfi 2 üstü mənfi 4. Bu da 2 üstü 4, 1 deyil. Çünki bu 2-nin qarşısında da mənfi var. Yəni bu kəsrin qarşısının özü də mənfidir. Bu 2 üstü mənfi 4 olsaydı, yəni bu mənfi olmadıqda, bax 2 üstü mənfi 4 olanda, buradan qeyd edeyim. 1 bölünsün 2 üstü 4'dür. Çünki 2 müsbətdir axı. Bu mənfini 2 aparır özü üçün. Bu qüvvətin mənfisi təsir edir, tərsinə çevrilir. Aydındır? Məncə aydındır. Və yaxud da onun əksi qeyd olunub. Yəni, məsələn, 1 bölünsün 2 üstü mənfi 8 nə deməkdir? 2 üstü 8 deməkdir. Bu şəkildə qeyd eləyə bilərik. Kəsir şəklində də olanda bir sözlə, dostlar, qüvvətdəki mənfi ədədi tərsinə çevirir də. Məsələn, burada da belə bir şey yazaq. 4-də 3 üstü mənfi 2, 3-də 4 üstü 2-yə bərabərdir. Aydındır? Bu qədər sadə. Yox, bunun özü mənfi olsaydı, baxın, mənfi 4-də 3 üstü mənfi 2 bərabərdir. Nə olacaqdı? Yenə mənfi 3-də 4 üstü 2 olacaqdı. Aydındır? Yəni, bu bizim bu mənfimiz sadəcə bunu tərsinə çevirir və qüvvəti işarəsini dəyişir. Amma ədədin öz işarəsi dəyişmir. Keçək növbəti hissəmizə. Natural üslü qüvvətə 4 əməl. Natural üslü qüvvət 4 əməlimiz hansıdır? Toplama, çıxma, vurma, bölmə. Düzdür? Toplama, burada qeyd eləmişəm, ehtiyac yoxdur burada qeyd eləməyə. Toplama, çıxma, vurma, bölmə. Bu nə deməkdir? Bunu belə ən çox misallar üzərində göstərməyəcəm. Misallar üzərində zaten onsuz da onların qiymətləri var və ədədlər bir-biri ilə toplanır. Biz bunu dəyişənlər üzərində göstərəcəyik. Məsələn, A kubu və A kvadrat olsun, 2A kubu olsun, sonra A üstü 4 olsun. Mən bunları əslində sizə səhv etmirəmsə, tam ifadələr dərsində göstərmişdim. Oxşar bir hədlər və s. demişdim. Onlar toplana bilər. Bu eyni qaydadır. Yəni, o ilə natural üslü qüvvətin burada toplamada izah edəcəyim qaydadır. Ona görə toplama çıxmanın üzərində çox durmayacağım. Yəni, aydındır ki, A kubu A üstü 2 ilə toplandıqda, yəni mənim ala biləcəyim cavab yox deyil. A kubu üstə gəl A2 üstü 2-dir. Amma məsələn, A kubu ilə 2A kubunu topladıqda oxşar bir ədləri toplayaraq yazıram 3A kubu. Bu dediyim kimi ötən dərslərimizdə qeyd olunub. Səhv eləmirəmsə tam cəbri ifadələr dərsindədir. Çıxmada da eyni şəkildə vurma kimidir. A kubundan məsələn A kvadratdan çıxanda bir cavab almıram. A kubu çıxılsın A kvadratı elə deməkdir. Amma A kubu çıxılsın 4A kubu gördüyümüz kimi oxşardır. Mənfi 3A'nın kubu eləyir. Yəni əsasları çıxırdıq, yadınızdadır. Məncə və alırdıq cavab. Vurma bölmədə amma necə olur? Məsələn, A kubu ilə mən A kvadratın bir-birinə vurmaq istəyirəm. Bunların əsasları nədir? 1-dir, düzdür? 1-dir. Yəni, 1-i də 1-ə vuranda zaten 1 eləyir. Aydındır. Deməli, heç onu yazmağa ehtiyac yox imiş. 1. A kubun A kvadratına vuranda. Yadınıza saxlayın. Əsasları eynidirsə, yəni baxın, bu da A-dır, bu da A-dır. Biri B, C deyil. İkisi də A-dır. O zaman əsası belə yazırıq A və bunları toplayıb yazırıq. Aydındır. Yəni A kubu vurulsun A kvadratının cavabı nə olur? A üstü 5. 5A kvadratı vurulsun B üstü 7. Cavab nədir? Mənim belə yazırıq. 5A üstü B, AB, bu da 19. Yox. Sən nə danışırsan? Mən nə dedim? Əsaslar eyni olmalıdır. Bu elə belə də qalır. Bu belə də qalır. Buna bir şey eləmirik. Bu zaten bir ifadədir. Amma bu belə olsaydı, məsələn,
5a kvadratı vurulsun b üstü. Mesela burada 5 vurulsun b üstü 5. Burada vurulsun b üstü 7. Burada da olsaydı a kubu. Onda işler dəyişəcəkdi. Mən deyəcəkdim ki 5 vur 1 vur 1 vur 1 elə 5'dir. A kvadratı a kubu əsaslara eyni olan a kvadratı a kubu a'ların üstünü topladım 2 ilə 3'ün cəmi yazdım 5. Aha b'miz var 2 dənə əsas b b'lərin üstünü topladım 5 ilə 7 yazdım 12. Aydındır. Yəni məsələ budur. 4a kubu vurulsun 2a bərabərdir. Əsaslar birinci vurulur 4 2'nin 8. Baxın eynidir. A. Deməli A 3. Bunun üstü nədir dostlar? 1. Bəli, aferin sizə 1'dir. A 3, bu da 1. Cavab nə oldu? 4. 8 A üstü 4. Bölmədə də nədir fərq? Vurmada üstlərini toplayırıq, bölmədə çıxırıq. Başqa bir fərqimiz yoxdur. A üstü 3'ü böləndə A kvadratına, adətən belə yox, bu şəkildə yazılır, kəsir şəklində. A kubun A kvadratına böldükdə, baxın, əsaslar eynidir. A, üstlər çıxılır, yəni 3 çıxılsın 2, A üstü 1. A üstü 1 də A'ya bərabərdir. Aydındır. Sonra məsələn A üstü 8 A üstü 4 bölünsün A kvadratı. Yəni 8 A üstü 4 bölünsün A kvadratı. 8 bölünsün 1 8'dir. A üstü 4 çıxılsın 2 2 eləmiş oldu. Gəlin bunu 3 yazım. Çoxunuz elə bilərsiniz 4'ü 2'yə böldüm 2 yazdım. 3 yazdım. 4'dən 3'ü çıxdıq 1. Bu da elədir 8A. Və yaxud da B'nin kubu bölünsün B üstü 5. Bərabərdir. Nə deməkdir bu? B üstü 3 bölünsün B üstü 5. Bu nə deməkdir? Bu deməkdir ki B üstü 3'dən 5'i çıxdıq. Mənfi 2. B üstü mənfi 2 nə deməkdir? Nə idi? Bəli. 1 bölünsün B. B'ni tərsten yazdık. Üstü 2. Dostlar fikir verin. Gəlin mən bunu belə bir şey yazacağım. B üstü 3 nə deməkdir? B vurulsun B vurulsun B. 3 dənə B'nin hasili düzdür. B üstü 5 nə deməkdir? 5 dənə B'nin hasili. İxtisar aparaq. Bu B bu B ilə getdi. Bu B bu B ilə getdi. Bu B də bu B ilə getdi. Aşağıda neçə dənə B qaldı? Yuxarıda nə qaldı? 1. Düzdür? 1. 0 qaldı yox. Yox. Bax yox. 1. Bunlar getdi 1 qaldı. Biz 2'də 2'ni ixtisar edəndə 1 yazırıq cavab. 0 yazmırıq. 1. Aşağıda da 2 dənə B var. 2 dənə B'nin hasili nə deməkdir? Bəli, üstünə yazırdıq sayın. Əslində baxın, bunun da üstü 1, bunun da üstü 1. Bu da vurmadır da əslində toplamışıq. 1 üstə gəl 1, 2. 1 bölünsün B üstü 2. Gördüyünüz kimi cavabımız düzdür. Keçək növbəti hissəyə. Burada sizi mən bu mövzumuza aid bəzi misallarla tanış edəcəm. Baxaq görək necə həll edə bilərik bu tipli misalları. İlk əvvəl başdakı misalla başlayaq. İndi gəlib bunu belə yazacaq bəzi uşaqlarımız. Hə, müəllimə 3 üstü 5, 5 dənə 3'ün bir-birinə hasilidir. 2 dənə 9, 9 vurulsun 9'dur. 3 üstü 10, 10 dənə 3 deməkdir. Müəllimə belə öyrədib bizə. 5, 6, 7, 8, 9. Sonra buradan bu 3 apardı. Bunlar birbirleri ilə getdilər. Bu 9 3 apardı. Burada 3 kaldı. Bu 9 3 apardı. Burada 3 kaldı. Sonra bu 3 də, bu 3 də, bu 3 də, bu 3 apardı. Cavab 1. Hə, imtahan vaxtı da qutardı. Yəni okey dostlar, düz deyirsiniz. Cavab 1 eləyir. Düzdür. Cavab da düzdür.
misal da düzdür deyim, həll də düzdür deyim. Amma yaxşı burada 100 olsaydı nə edəcəkdiniz? 100-ləri 3 düzəcəkdik biz bura. Yox. Müəllimə sizi ona öyrədib, amma bunu da öyrədib də. Baxın, bunu da öyrədib. Buradan bura keçid eləməyi də öyrədib. Deməli, mən burada keçiddən istifadə eləməliyəm. Bunu silək burada. Keçiddən necə istifadə edəcəm? Gəlin misalı burada təzədən yazaq. Baxın, 3 üstü 5, 3 nəyinsə şeyi deyil. 3 3'dür. 3 üstü 5, 3 üstü 10. Bu da yazdıq. Amma 9 nə idi? Bəli, 3'ün kvadratı. Düzdür. Deməli, mən 9'u 3'ün kvadratı şəklində yaza bilirəm. Bu 2 də bu 2'dir. Bərabərdir. Yəni 3 üstü 5 vurulsun. 3'ün kvadratı, bunlar bir-birinə vurula bilirdi. Düzdürmü? 3 üstü 4, 3 üstü 10. Sonra yuxarıda nə qaldı? 3 üstü 9, aşağıda 3 üstü 10. Bu 3 üstü 9, 3 üstü 10 getdi. Yəni fikir verin, bölmədir. Aşağıda bir dənə 3 qalır. 3 dənə 9, elə bil 10 dənənin 9 dənəsi gedir. Bircə dənəsi qalırdı. 3 üstü 1. Bu da 1. O da eləyir 3'də 1. Fikir verin. Deməli yuxarıdakini düz yazmamışıq. Görürsünüz, belə açanda deməli qarışıqlıq yaşaya bilirik. Müəllim də olsaq, demək ki, belə yazmamaq lazımdır. Belə yazmaq lazımdır. Aydındır. Burada o qədər 3 gördük, beynimiz qarışdı. Aha, keçək növbəti misalımıza. Aydındır, yəni həll yolu budur. Həll yolu budur. Hamısını fikir verin. Biz nə etdik? Bəli. Biz hamısını eyni əsasa gətirdik. Eyni əsasa gətirdik. Hamısını 3 əsasdan elədik və ixtisarımızı elədik, cavabımızı aldıq. Keçək bu misala. 3 üstü x bərabərdir 2. Bunu qeyd elədik. Sizi bilmirəm, amma mən yazılan misalın şərtini belə köçürdürəm. Özümdən asılı deyil. Burada nə yazılıb? 9 üstü x çıxılsın 3 üstü x çıxılsın 2. Neyniyək? 9 üstü x. Gəlin addeni bir-bir baxaq. 9 nə deməkdir? Bəyək, baxın, burada qeyd elədik. 3'ün kvadratı deməkdir. Düzdür, 3'ün kvadratı 9'dur. Bu da üstü x yerinə qoyduq. Belə olanda nə edirdik? Vururduq bir-birinə. Bəli. Deməli, bu 3 üstü 2x-dır. Düzdür. Düzdür. Sonra çıxılsın 3 üstü x çıxılsın 2. Bunu yazaq. 3 üstü x çıxılsın 2. Dostlar, qüvvətlər nə vaxt çıxılırdı? Bəli. Bunlar ayrı-ayrı qüvvətdən yazılıb bölünəndə. Yəni 3 üstü x bölünsün 3 üstü 2 olanda. Düzdür, mən sizə bunu desəydim, deyəcəydiniz müəllimə eyni əsasdandır, bölmədir, üstlər çıxılır. Burada da eyni. Hətta gəlin yuxarıdakı 3 üstü 2x-i bilirsiniz nə edək? Üstləri toplayanmış kimi yazaq. 3 üstü x vurulsun. Baxın, bunu demək istəyirəm. Bax, hasil olanda eyni əsasdan üstlər toplanır. Düzdür. 3 üstü x vurulsun 3 üstü x. Əsaslar eynidir. Yuxarıları toplayıb 2x alıblar. Deməli, mən belə bir şey oldu. Belə bir şey aldım. 9 üstü x-in yerinə 3 üstü x vurulsun 3 üstü x yazdım. Çıxılsın. Bunun da yerinə bunu kəsirlə yazın. 3 üstü x bölünsün 3 üstü 2 yazdım. Mən niyə 3 üstü x-a gətirdim? Çünki mənə 3 üstü x-in cavabı verilib zaten. 2-dir. Yerinə qoyuram. 2 vurulsun 2 çıxılsın. 3'ün kvadratı 9'dur. 9'da 2 və salam. 4 çıxılsın 9'da 2. 9'u bura vurduq. 34 burada. 9 da burada. Və salam. Cavabımız hazır. Keçək növbəti misalımıza.
Əgər yadınızdadırsa, mən əvvəlki hissədə burada sizə üstü mənfi olduqda nə olur və sair hissələrini izah etdim. Gəlin indi həmin ondan istifadə edərək bu misalı yazaq. Dostlar, gəlin belə eləyək. Hissə-hissə gedək ki, mən sizə nəyi izah etməli olduğunu rahat şəkildə çatdıra bilim. Məsələ bilirsiniz nədir? Məsələ o demək deyil ki, mən indi necə yazacağam, siz də o cür izah edəcəksiniz. Məsələ başa düşməkdir. Əgər bu şəkildə izah edirəm ki, siz tam olaraq başa düşəsiniz və tam başa düşdükdən sonra bunu bir göz qırpımında yazacaqsınız. Deməli, əgər üstü mənfidirsə nə olurdu? Bəli, mənfi 1 böl A üstü 3 yaza bilərik. Mənfi A üstü 6 nə deməkdir? Bu 6 cütdür, düzdür? Cüt mənfini yeyir. Yəni, A üstü 6 deməkdir. Baxın, mötərizədədir. Ona görə bu 6 mənfi işarəsinə də aiddir. Burada nə var? Mənfi A kvadratı üstü 3'dür. Düzdürmü? Baxın, bu 3 həm buna aiddir, həm də buna aiddir. 3 təkdir, mənfi olduğu kimi qalır. A üstü 6. Aydındır, bu kvadrat sizi çaşdırmasın. Bu kvadrat A'ya aiddir. Yaxşımı? Mənfi A üstü 6. Burada da bunu da biz qısaldaq. Mənfi A üstü mənfi 2, onun da üstü mənfi 2. Gəlin sadəcə bu hissəyə baxaq. İstədim rəngini dəyişəm, alınmadı. Bu nə deməkdir? Mənfi 1 böl A üstü 2 deməkdir. Onun da üstü mənfi 2. Aha, bu nə deməkdir bəs? Bu da o deməkdir ki, yenə bunu tərsinə çeviririk. Mənfi A üstü 2 üstü 2 deməkdir. Bu da nə olur? Bu 2 mənfiyə də aiddir. Mənfi getdi. A üstü 4 qaldı. Gəlin indi yerlərinə yazaq aldıqlarımızı. Mənfi 1 bölünsün A-nın kubu, vurulsun A üstü 6, vurulsun mənfi A üstü 6, bölünsün A üstü 6, vur A üstü 4. Bu A üstü 6 ilə bu getdi. Bu hissə ilə bura getdi. Burada qaldı mənfi A kvadratı. Bərabərdir. Mənfi 1 böl A-nın kubu vur mənfi A kvadratı. Mənfini mənfiyə vuranda müsbət edir. 1 bölünsün A. İşarələr dərsində izah olunub. Yəni cavabımız 1 bölünsün A idi. Keçək bu misala. Burada bizdə nə olur? Ay müəllim, mən 32 üstü 5-i necə hesablayacağam? Necə hesablayacaqsan? Onu kiçildərək, onu rahat görərək, onu ixtisar apararaq. Burada fikir versək 8, 32, 4, 128 hər biri 2-nin qüvvətidir. Gəlin yazaq. 2 üstü 0, 8 üstü, bax bu 8 2-nin kubudur. 2-nin kubu. Bunun üzərində də 8 var. Neçə elədir? 3, 8-in 24. Yəni 2 üstü 24 deməkdir bu. 32 üstü 5. 32 uşaqlar 2 üstü 5 deməkdir. Onun da üstündə 5 var. Bu da nə oldu? 2 üstü 25. Aydındır mı? 5 5'in 25. 128 2 üstü 7 deməkdir. Onun da üstü 3. O da 2 üstü 21. İndi bəzilərinizin həyəcanlandığını görürəm ki, mənim ağlıma bunlar hardan gələcək, mən bilməyəcəm, mən heç vaxt oxuya bilməyəcəm, amma elə bir şey yoxdur, çünki vərdişdir, hər biri vərdişdir. İşlədikcə siz vərdiş eləyəcəksiniz. Bunun üçün çoxlu testlər işləməlisiniz. Hər hansı bir bank testində olan bir dənə testlə siz bunu düzdür, çətinliklə bacaracaqsınız. Amma siz özünüz əgər öyrənirsinizsə nə edə bilərsiniz? Oradakı sual nümunəsini özünüz dəyişərək praktika edə bilərsiniz.
Burada 2 üstü -6. Nə deməkdir bu? Bəli, 2 üstü 6 deməkdir. Bu 2 üstü 6 yuxarı qalxa bilər. Uşaqlar, 2 üstü 0 1 də onsuz da. 1 vurulsun. Artıq yazmıram. 1-i çünki nəyə vursaq, eyni cavabı verəcək bizə. 2 üstü 24, 2 üstü 25. Baxın, bura qalxa bildim. 2 üstü 6 böl 2 üstü 21. Bunun bura niyə qalxdığını isə kəsirlərin hesablanması dərsində izah etmişəm. Baxın, elə məhz sıfırdan riyaziyyat buna görədir. Bunu bilməyən görürsüz artıq bunu işləyə bilmir. Bütün bunları sistemli şəkildə ona görə belə yığmışam mən. Kökdə 21 ilə kökdə 24 getdi. Yuxarıda kök 2 üstü 3 qaldı. Burada 1-də onsuz. Kəsir xəttini çəkdim deyə biri qeyd edirəm. 2 üstü 25 vur 2 üstü 6. Vuranda üstlər toplanırdı. 2 üstü 34. Deməli bizim cavabımız 2 üstü 34 etmiş oldu. Misallarımız var. Çox yenə düşündürəcək sizləri və öyrədəcək təbii ki. Bizə nə verir? 3 üstü A bərabərdir 5-dir. 5 üstü B bərabərdir 9-dur. Olarsa bu ifadəni hesablayın deyir. İfadəmiz 3 üstü B minus 1 üstü A'dır. Biz bilirik, bu üstlər bir-birinə vurulur. Düzdür? Yazaq 3 üstü AB minus A. Düzdürmü? Düzdür. Dostlar, 3 üstü AB 3 üstü AB çıx. Çıx nə deməkdir? Bəli, böl deməkdir. 3 üstü A. Yəni, əgər biz bunu ayrıca yazacaqsa, buradakı çıxma, üstlərdəki çıxma, əsaslardakı bölmə deməkdir. 3 üstü AB-ni 3 üstü A üstü B şəklində yazıram. Çünki mənə 3 üstü A-nı veriblər. 3 üstü A-mız nədir? 5. 5 üstü B. Baxın, bu B, bu B-dir. Bu 3 üstü A-nın da yerinə mən 5 qeyd elədim. Çünki burada mənə verilib. Deməli, 5 üstü B çıxılsın. 3 üstü A 5. Deməli, mənim hal-hazırda budur. 5 üstü B-ni də mənə veriblər. 9. 9 çıxılsın. 5 bərabərdir 4. Cavabımız 4 etmiş oldu. Keçək növbəti sualımıza. Deməli, burada bu arada sizin üçün qeyd qoymuşam. A üstü x bərabərdir B üstü y üçün üstləri istənilən eynədə də vurmaq və ya bölmək olar. Yəni, nə deməkdir bu? A üstü x bərabərdir B y-ə. Bu, A üstü 2x bərabərdir B 2y deməkdir. Və yaxud da A üstü x böl 2 bərabərdir B üstü y bölünsün 2-də deməkdir, dostlar. Biz bunları mütləq şəkildə yadımızda saxlamalıyıq. Bu vacib bir qeyddir. Keçək bu misalın həllinə. 2 üstü A bərabərdir 125, 5B bərabərdir 121, 11C bərabərdir 128 verilir. 2 üstü A, 125 bizdə 5-in kubudur. 5 üstü B, 121 bizdə 11-in kvadratıdır. 11 üstü C bərabərdir. Nədir bu? 128 bəli. 2 üstü 7-dir. Bunları oturub əzbərləməyinizə ehtiyac yoxdur. Əzbərləsəz rahat olacaq sizə, amma əvvəl əzbərləməyə çalışın. Amma bu niyə yadımda qalmadı deyə dirəşməyin. Çünki misalları işlədikcə onlar sizin yadınızda elə qalacaq ki, çıxmayacaq. İnanın ki, mən də oturub onları əzbərləməmişəm. Misalları işlədikcə insanın yadında qalır. Deməli, ABC-ni sırala deyir. Gəlin biz bunların hasilinə baxaq. 2 üstü A 5B-yə vuranda, 11 bunda C-yə vuranda 5-in kubu 11-in kvadratı 2 üstü 7 almış oluruq. Düzdür? Düzdür. Dostlar, biz burada nə görürük? Biz burada nə görürük? Görürük ki 2 üstü A 2 üstü 7-yə bərabərdir. Yəni A bərabərdir 7. B bərabərdir 5B 5 üstü 3-ə bərabərdir.
Deməli, B bərabərdir 3. C'miz isə 11 üstə C, 11 üstə 2-yə bərabərdir. Yəni, C bərabərdir 2. A, B, C-ni sırala deyirdi. A böyükdür B-dən, B də böyükdür C-dən. Vəssalam. Beləliklə, mövzumuzun sonuna gəldik. Sağ olun, gələn dərsə görüşənə qədər.